Salam, salam. Səhər saat 8-dir. 9-a işləyib. 17 oktyabr 2025-ci il. Bugün 2 gündür ki, İdilbayev'də, Mednogorsk'a bitişi olan İdilbayev posyolkasında. Bu gördüyünüz ev bizim olan evdir. Digərləri qonşuların evidir. Bax, sırayla düzülüblər standart. Ne gözəl hava var. Ordubadın Düylün kəndində bu vaxtlar yuxudan durursan saat 6-da insanlar başlayır öz muşkartların yandırmağa, yəni təvlədən çıxan otların yandırmağa. Qardaş, yandırmayın bunu səhər-səhər. Heç olmasa axşam çay yandırın. Kəndin ən gözəl nəfəs almalı vaxtı səhər-səhərdir. Siz də o təvlənin, zirzibilin yandırmaqla cəmaatın ciyərinə, boğazına zibil vermiş olursunuz. Təşəkkür edirəm bu Ordubad nömrəli maşına da ki, məni 3300 kilometr gətirdi, çıxartdı A məntəqəsindən B məntəqəsinə, oradakı evdən buradakı evə. Çox gözəl hava var, çox gözəl. O tərəfdə Kuraganka çayı axır, bax arxada meşələr var. Meşələr. Meşələrin arxasında çay axır. Gözəldir, gözəl. İnşallah sizin də gününüz buranın havası kimi gözəl olar. Salamat olun, sağ olun.